26 may günü biz Xəzər Universitetində Ortaq Türk Kültürü ismində türkmənlərdən danışdıq. Türkmənlərin ədəbiyyatından, tarixindən, dilindən, mədəniyyətindən, folklorundan çox ciddi şəkildə burada məruzələr oxundu. Paraleldə 4 iclas getdi, 2 dəfə və hər iclasda bütün iştirakçılar var idi, gəlmişdi və dolu keçdi bütün iclaslar. Hətta gəlməyəcəm deyənlər belə gəlmişdilər. O qədər çox sevindik ki, biz bu hadisəyə. Sadəcə online toplantımızın biri alınmadı. Ona görə də çox üzr istəyirik. Həmin ailələrdən də üzr istədik. Belə bir tədbirdə keçirilməsinə niyə ehtiyac var idi deyə də düşünəndə, mənə elə gəlir ki, Türk Dövlətləri Təşkilatının qurulduğu və çox sürətlə ortaq əlifbanın yaradıldığı və getdikcə birlik, bərabərlik mesajının daha çox politik səviyyədə, siyasi səviyyədə, yüksək səviyyədə verildiyi bir zamanda biz alimlərin bu birliyə öz dəstəyini ancaq və ancaq deməli, belə bu şəkil tədbirlərlə verə biləcəyini düşünürəm. Biz ortaq kültürdən danışırıq, Türklərin birliyindən danışırıq və bu bizə fəxrdir. Ona görə də deməli toplantı biraz çox uzandı, hər kəs çox yorulmuşdu, bir hesabat eləyə bilməmişdik. Bugün həmin qonaqlar da var burada, onlara qısa bir hesabat verdim. Ancaq bugün bizim burada toplaşmamızın məqsədi həmin simpoziumun davamı olaraq sadəcə elmi məruz oxunsun istəmədik. Dedik, biraz da bir-birimizi tanıyaq, yaxından tanıyaq. Bunun ən yaxşı tərəfi alimlər üçündədir. Ancaq kitab təqdimatı olar, kitabı tanımaq olar, kitabdan birbirimizi tanıyarıq. 2 kitabımız olacaq bugün burada. Həmin kitabların təqdimatıdır. Və biz dünən burada həm türkmənləri, həm türkmanları birləşdirdik. Çünki türkman və türkmən sözünün fərqini hələ də çox adamda başı deyil, fərqindədir, deyil. Ona görə biz düşündük, hər iki tərəfi bir araya gətirək. Görək, bunların bir fərqi nədir? Bunu kitablarında da görək. Bugün burada 2 kitab var. Biri Naxçıvanlı haqqındadır, çox geniş yazılmış. Türkmənistan prezidentinin yazdığı bir kitabdır və Türkmənistan səfirliyi sağ olsun, təşəkkür edirik onlara, lütfən təşəkkürümüzü çatdırın. Bu kitabı ərsəyə gəlir, yəni gətirilib bura çıxarılmasında xüsusi rolu var və təşəbbüsü də var, çox minnətdarım onlara. Bizim digər kitabımız Məhmət Ömər Kazancının Çaxmaq kitabıdır. Bu kitabın adını mən ilk dəfə müəllim kitabı çap edərkən göndərdi mənə, oxudum, çox xoşuma gəldi. Çaxmaq, hətta bir mahnı da var onunla bağlı. Dilimə də mahnı gəldi, bir üzümə də elədi. Elə bir hekayələr kitabıdır. Ancaq göndərmişdi mənə, sağ olsun. Oxuduqca gördüm ki, içində başqa, yox, İraq türkmən ədəbiyyatının haqqında çox geniş məlumatlar var, məqalələr silsiləsi var. Oxuyub İraq türkmən ədəbiyyatı haqqında bir təsəvvür sahibi olmamaq olmaz. Biz təklif elədik ki, biz bu simpoziumun 2-ci günlü festival şəklində, yəni kitab təqdimatı olaraq düşünürük, sizin kitabınız olarmı? Heç etiraz etmədən dərhal koli ilə kitab göndərərək qatıldı bu bizim təşəbbüsümüzə. Ona görə biz ona çox təşəkkür edirik. Xanımlar, bu arxada xromu açın, jurnalı təqdimat mərasimi üçün. Deməli, bizim digər səbəbimiz, 3-cü səbəbimiz, keçən il bu vaxtlarda biz bir simpozium keçirdik, Ozan Aşıq sənəti ilə bağlı və orada bir açılış mərasimi getdi. Xəzər Universitetində Mədəni Antropologiya və Folklor İnstitutunun açılış mərasimi idi. Açılış mərasimi idi və biz institut olaraq rəsmən açıldıq və ona görə də bir il ərzində düşündük ki, nələr eləyə bilərik. 3 simpozium yola salmışıq, hörmətli alimlər. 3 simpozium yola salmışıq və 3-ü də beynəlxalq səviyyədə və 3-ü də ortaq türk kültürünə xidmət edir. Həmçinin dəfələrlə türk
Mayısının və dünyadan müxtəlif yerlərdən qonaqlar gətirib dəvət eləmişik institutumuza, tanış eləmişik ölkəmizə.